mən Ramin Məmmədzadə. Jet Akademiyada full stack proqramlaşdırma üzrə təlimçi olaraq çalışıram. Bugün ən çox eşitdiyimiz suallardan bir neçəsini sizə izah edəcəm. React, Vue, Angular. Aralarındakı fərqlər nədir və hansını öyrənməyimiz daha məqsədə uyğundur? Gəlin başlayaq React ilə. React Facebook tərəfindən yaradılmış bir kitabxanadır və komponent əsaslı yanaşma təqdim edir. React yüngül və çevik olması ilə fərqlənir. İstifadəçi interfeyslərin yaradılması üçün çox məşhurdur. Əgər sən də sürətli və dinamik web tətbiqlər hazırlamaq istəyirsənsə, React tam sənlikdir. Amma unutma ki, bəzi funksiyalar üçün əlavə kitabxanalar yükləməli olacaqsan. İndi isə keçək Angulara. Angular Google tərəfindən hazırlanmış bir frameworkdur. Öz içərisində hər şey var. Routing sistemi, HTTP sorğular, form idarəsi və s. Kod daha sərt struktura malikdir və əgər sən daha böyük proyektlərdə, korporativ və ya dövlət layihələri üzərində çalışmaq istəyirsənsə, Angular tam sənə görədir. Son olaraq Vue. Vue öyrənməsi rahat, yüngül və sadə bir frameworkdur. React və Angulardan bəzi yaxşı özəllikləri özündə birləşdirir. Əgər sən proqramlaşdırmaya yeni başlayırsansa və ya sürətli şəkildə istifadəçi interfeysi yaratmaq istəyirsənsə, Vue ideal seçimdir. Qısaca xülasə etsək, sadə və çevik proyektlər üçün React, daha böyük strukturlu proyektlər üçün Angular, sürətli və yeni başlayanlar üçün isə Vue daha uyğundur.